Lazımsız təkərlərdən öz həyətimi gözəlləşdirməyə çalışıram. Oradan eşidirəm deyirsiniz, öncədən boyayıb sonra yerləşdirməliydiniz. Mən kənddə yaşadığıma görə istədiyim boyalar burada olmadı. Ona görə də çiçəkləri əkdim, sonra isə boyadım. Təkərləri torpaqla doldurub çiçəkləri əkdim. Bu gördüyünüz isə el arasında kartof gülü kimi tanınan Georgiyadır. Bizdə iqlim sərt keçdiyinə görə qış fəslində çıxarıb yazda təkrar əkirəm. Çiçəklər də çox gözəl olur. Sonra isə başlayıram boyama işlərinə. Məncə boyama işlərini uşaqdan böyüyə hər kəs sevir. Uşaq kimi boya ilə məşğul oldum. Əməlli başlı təkərləri bəzədim. Məncə təkərləri öncədən yusaz daha yaxşı olar. Mən yumamışdım. Bu da mənim növbəti bir səhvimdir. İndi isə sizə bir sualım var, həm də məsləhətinizə ehtiyacım var. Evimizə köçəndən bəri yoldaşım quş yuvalarını hazırlayıb. Quşlar ətrafında olan gül kollarında, ağaclarda yuva qursalar da, sırf bu quş yuvalarında yerləşməyiblər. Necə edə bilərəm ki, bu il quşlar bu quş yuvalarında yerləşsinlər? Onlar da plastik yeşiklərdir. Çölünü boyadım, içərisini isə torba vasitəsilə bərkitdim ki, torpaqlar tökülməsin. Ümidvaram ki, bu paylaşımım sizə də faydalı oldu. Növbəti zəhmətli bir günün sonuna gəlib çatdıq. Əgər kənd həyatı sizə maraqlıdırsa, səhifəmi izləməyi unutmayın. Allaha əmanət olun. Gələn vloqlarda görüşərik.